Salam əziz dostlar, bugünkü videomuzun mövzusu qradiyent, yəni rəng keçidi. Gəlin yoxlayaq. Bir dənə düz bucaqlı çəkirik. Düz bucaqlını çəkəndən sonra toolbardan qradiyent toolu seçirik. Shortcut'ı G hərfini üzərinə gətirəndə görsənir. Obyektimizin üzərinə klik eləyirik. Rəng keçidimiz hazır. İstənilən xəttdə, istənilən bucaqda, formada, ölçüdə biz bu qradiyentimizi çəkə bilərik. Əgər shift'i bassaq, düz xəttlə çəkəcəyik, kənarlardan basıb dartsaq 45 dərəcə bucaqdan çəkəcəyik. Gəlin düz saxlayaq və rəngləri dəyişməyə çalışaq. İlk növbədə görürsünüz ki, iki rəngdən ibarət qradiyentimiz var. Sol ağ rəng, sağ qara rəng və ortada belə bir kursor var. Bu rənglərin arasındakı keçidi sərtləşdirir və açır. Rəngləri dəyişmək istəyirəm. Qradiyent xəttkeşinin üstündə double click avtomatik mənə swatch panelini verir. Mən buradan illüstrator mənə təklif elədiyi rəngləri seçə bilərəm. Əgər xoşum gəlmirsə bu rənglərdən yuxarıda color bölməsinə gəlib ya aşağıdakı paneldən seçə bilərəm ya da ki göstəricilərlə oynayıb istədiyim rəngi əldə edə bilərəm. Qayıdıram swatchsa buradan qırmızını seçirəm. Qaranı da dəyişmək istəyirəm. Double click elədim qaraya. Buradan da bunu seçirəm, eləyirəm narıncı. Qradiyent xəttkeşimin üzərinə gətirsəm, görəcəksiniz ki, kursorum oldu plus işarəli. Bu nə deməkdir? Mən təkcə iki rəng yox, bir neçə rənglərin arasında da qradiyent tətbiq edə bilərəm. Klik eləyirəm. Fikir verirsiniz, harada klik eləmişəmsə, həmin hissənin rəngini mənə üçüncü rəng kimi təklif elədi. Bunu da o birislərdəki kimi rahat double klik eləyib rəngini dəyişə bilirəm. Fikir verirsinizsə, mən burada işlədəcəm. Sağ tərəfdə qradiyent pəncərəsində dəyişikliklər baş verir. Qradiyent tool'a daha çox əlavələr eləmək üçün, daha çox funksiyasına müdaxilə eləmək üçün bizdə burada pəncərələr menusunda qradiyent pəncərəsi var. Əgər kimdəsə yoxdursa, Window və qradiyent pəncərəsini çağıra bilər. Qradiyent pəncərəsi eyni ilə mənim xəttkeşimin analoqudur. Mən bura bir rəngi əlavə etmək kimi aşağı sürüşdürüb silə də bilərəm və yaxud da ki, həmin rəngi seçib sağda zibil qutusuna klik eləyib silə bilərəm. Əgər qradiyent xəttkeşini biz bir 100%lik göstərici ilə qəbul eləsək, aşağıda baxın, əgər mən ikinci gətirdiyim rəngi double klik eləyim, buradan bunu sarı seçim, tam mərkəzdə istəyirəmsə, onun burada location-a görsənir. Mən onu tam mərkəzə verə bilərəm və yaxud da ki, 20% bu hissəsinə və yaxud da 80% sağ tərəfə çəkə bilərəm. İndi işlədiyimiz qradiyent linear qradiyent adlanır. Bu xəttlər əsasında formalaşan qradiyentdir. Bir də yuxarıda var bizdə radial qradiyent, yəni çevrələr, dairələr əsasında formalaşan qradiyent. Gəlin onu aktivləşdirək. Aktivləşdirdik və gördünüz ki, bizim linear düz xəttlə gedən qradiyentlərimiz oldu. Dairəvi qradiyent. Dairəvi qradiyenti də biz çox rahat idarə edə bilirik. Böyüdə bilərik qradiyentimiz, daha böyük məsafəni əhatə eləsin, içindəki rəngləri yenə oynada bilirik. İstəsək, qradiyentimizin enini azalda bilərik, onu yenə də böyüdüb kiçiltmək və bucağını dəyişə bilərik. Gördüyünüz kimi, qradiyent pəncərəsində tətbiq olundu. Əgər hər şeyi resetləmək istəyirəmsə, misal üçün 0, peşmanam tutduğum əməldən bunu da eləyirəm. Bunu da eləyirəm 100% və salam, mənim dairəvi qradiyentim hazır. Linear qradiyenti tanıdıq, radial qradiyenti tanıdıq. Bir də burada var freeform qradiyent. Freeform qradiyentinin işləmə məntiqi adından görsəndiyi kimi sərbəst qradiyent deyə bilərik və eksperimentlər üçün çox açıq bir tooldur. Seçirik həmin rəngə cavabdeh olan nöqtəmizi. Double click eləyib buradan istədiyimiz bir rəngi seçə bilərik. Onu tərpədirik. Onu buradan tərpədirik. Bir rəngimizi də buradan seçək. Gəlin onu da qırmızı seçək. Çox maraqlı bir rəng alınır. Bunu da buradan seçib göyə keçirdə bilərik. İstənilən bir boşluğa klik eləsək, buradan yeni bir rəng əlavə edə bilirik. Burada points və lines funksiyası var. Bunların hamısı sizin ixtiyarınızdadır. İstədiyiniz formada siz bunlarla eksperimentlər apara bilərsiniz. Hansısa rəngi sevmədinizsə, onu buradan silə bilərsiniz və yaxud da ki, seçib delete basa bilərsiniz. Qradiyent mövzusuna toxunduqsa, onun qonşuluğunda yaşayan mesh tool'a da mütləq baş çəkməliyik. Düzbucaqlımızı silək. Yerində bir dairə çəkək. Dairəmizin içərisinə verək narıncı rəng. Strokunu ləğv eləyək. Qaytaraq yenidən fil önə. Keçirik qonşunun yanına mesh U
Seçdik meşi. İstənilən bir yerdə klik edirik. Gələk buradan seçək bir sarı rəng. İlk baxışda adi qradiyentdən elə də fərqlənmir, amma bizim bu rəngin kənarlarını idarə eləmək fürsətimiz var. İstənilən bir nöqtədə biz klik eləyib, hər klik etdiyimiz nöqtə daha çox kəsişmələr yaradır və bu kəsişmələri seçib onlara bir maraqlı rənglər verə bilirik. Bəh. Arxaya qayıdaq. Direct Selection tool-la da biz istədiyimiz hissələri seçə bilərik. Gəlin buna da bu rəngi verək. Belə maraqlı bir plazma şəklində bir görüntü yaranır. Freeform gradient və gradient mesh eksperimentlər üçün olduqca açıq bir alət. Biz isə keçək indi öyrəndiklərimizi praktikada tətbiq eləməyə. Bizim internetdən götürdüyümüz maraqlı stilistik bir xameleon şəklimiz var. Gəlin bunu keçən dərslərdən öyrəndiyimiz baza fiqurlar vasitəsilə yaradaq və bugün öyrəndiyimiz qradiyentlə də rəngləyək. Düzbucaqlığımızı çəkdik. Direct Selection tool seçdik bu küncü. Maksimum round elədik. İndi gəlin buna qradiyent verək. G hərfini basırıq, üzərində klik eləyirik. Mənə lazımdır ki, sağ tərəfdən bu yaşıl olsun. Göydə deyə bilərik, sol tərəfdən də açıq yaşıl. Neynəyəcəyik? Seçirik bu hissəni. Double click. Sizə göstərmişdim. Yuxarıda özün rəng seçirsən. Swatchdan Illustrator'ın təklif elədiyi rənglər, eyedropper tool vasitəsilə isə hansı şəkildən istəyirik, bax, oradan götürürük. Fikir verdiniz? Əla. İndi gəlin bu hissənin rəngini götürək. Düzdür, bənzəyir, amma yenə də məşq eləmiş sayları götürdük. Bizdə burada qradiyent tam düz şəkildə getmir, biraz bucağı var. Ona görə G hərfin qradiyent toolumuzu aktivləşdiririk. Ona görə də əgər arada alətlər arasında başlarını itirirlərsə, onda hər zaman move tool'a keçib, sonra təzədən geri qayıda bilərik. Bax, tərsinə. Bax, belə bir keçid formalaşdırdıq. Yenidən kvadratı çəkməmək üçün mən bunun kopyasını çıxardıram. Alt shift bastım. Kopyasını çıxartdım. Biraz gəzişək sağ tərəfə. Shift basıram, rotate eləyirəm. Shift basıram, biraz kiçildirəm. İndi gəlin sağdakı qradiyentimizi verək. G hərfini bastıq. İstiqamətimiz təxmini budur. Hətta burada artıq shift-lə çəkə bilərik. Double click qradiyentin üzərində eyedropper toolu seçirik və burada ən kənardakı narıncı rəngi seçirik. İkinci rəngimiz üçün də seçdik. Eyedropper tool və buradan da bu birisi rəngimizi seçdik. İndi gəlin bunun bir kopyasını da alt basmaq yadımdan çıxdı. Gəlin bunun bir kopyasını da çıxardaq. Smart Guides'lar mənim həyatımı çox rahatlaşdırır. Shift-i basıram, fırladıram. G hərfini yenə basıram, gradient toolu çağırıram. Gradiyentimi vertikallaşdırıram, daha doğrusu horizontallaşdırıram. Double click, eyedropper tool. Buradan bu yaşılı seçdim. Sarımı da əvəz eləyirəm bu kənardakı yaşılla. Əla. Və qaldı quyruğunun burulmağını çəkmək. Quyruğun burulmağını da çəkəcək, gətiririk buralara mərkəzə. Alt shift-i basıram, çəkirəm. Deməli tam mərkəzdə eləymiş. Eybi yoxdur. Shift-i basıram, böyütdüm, ideal. Rəngim deməli yaşıldan qırmızıya keçir. G hərfini basıram. Bu hissə yaşıl. Bu hissə eyedropper tool'la qırmızı. Command-C, Command-F hardan kopya eləmisənsə düz onun üstünə və ən üzəri çıxardır. Alt-ı shift-i basaraq kiçildirəm. Bu dəfə qradiyentim double click eyedropper tool-la seçdik. Tünd qırmızı. Bir də double click eyedropper tool. Bunu seçdik və gəlin bir dənə də sonuncu kopyanı çıxardaq. Command-C, Command-F. Alt shift-i basıram, mərkəzə doğru kiçildirəm. Yenə G hərfini basıram, gradient tool, double click, eyedropper, buradan bu yaşını seçirəm, buradan eyedropper tool, bu birisi sarını seçirəm və salam. Qaldı bizim gözümüz. Gözümüzü də çəkək. Seçdik qradiyentimizi. Adi ağ rəng də verə bilərəm məncə və yaxud da ki, elə eyedropper tool-la buradan biz rəngimizi götürə bilərik. Bir dənə də Command-C, Command-F. Alt shift-i basıb kiçildək. Biraz yaxınlaşdıraq ikisini də. Qradiyentimizi aktivləşdirdik. Double click. Yaşıl. O birisi rəngimiz də eyedropper tool-la biraz yaşılın açıq rəngi və salam. Qradiyent vasitəsilə biz burada bu xameleonumuzu yaratdıq. Praktikada elədiyimiz tapşırıqları özünüz də yoxlayın. İnternetdən
Sizə daha asan, daha rahat gələ biləcək başqa nümunələrlə eksperimentlər aparın. Onları bizlə paylaşmağı unutmayın. Biz isə gələn dərslərdə görüşək.